Salam, əziz abituriyentlər, müəllimlər və kanalımın izləyiciləri. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzinin birinci qrup 20 sınaq vəsaiti artıq izahlarımız, video izahlarımız YouTube kanalımda var. Davam edirik biz bu günləri sınaq 3-dən. Sınaq 3-ün video izahına baxaq. Bir də saniyə sualları tək-tək sizinlə paylaşacağım. Sual 3 modelləşdirmə bölməmizdir. Bildiyiniz kimi DİM-in istər DİM, istər MİQ vəsaitində olan mövzulardandır model mövzusu. Başlayaq. Bir saniyə qələmi də verək. İlk sualımız. Sualımız belədir. Qonşuluq siyahısına görə qrafın tillərini müəyyən edin. Biz qeyd eləmişdik ki, tilləri müəyyən etmək. Əvvəlcə bunun gəlin qrafın qurağı ağ sahədə. Bir saniyə qələmi. A-dan A təpəsindən yazır. A təpəsindən yol olan yollar. A'da baxın ilgəy verib özünə qayıdır. A'dan A'ya yol var. A'dan B'yə yol var. A'dan D'yə yol var. Və A'dan C'yə yol var. İndi baxaq. B'dən A'ya var yol. B'dən C'yə yol var. B'dən C'yə yol var. C'dən A'ya. C'dən A'ya. C'dən C'yə. C təpəsindən də yenə C'nin özünə var. C'dən D'yə. C'dən B'yə. İndi keçək. D təpəsindən A'ya yol var. D'dən C'yə yol var. İndi bizdən istəyir ki, tillərin sayı. Til demişdik nədir? İki təpə arasındakı məsafəyə til deyilir. Yadımızda saxlayırıq. İlgək təpədən çıxıb təpəyə qayıdan til idi. Ona görə bunu da sayırıq. 1, 2, 3, 4, 5, 6 və 7. Və doğru cavabımız olacaq 7. Bax, diqqətli olun. İlgək təpədən çıxıb təpəyə qayıdan tildir. Yəni, bunun qrafını qurub daha rahat tapa bilərsiniz. Növbəti sual tapşırığımız belədir. A təpəsindən C təpəsinə, Y təpəsindən keçməklə. Bizə lazım olan hissə bu hissədir. Y təpəsindən keçməklə məsələsi əsas məsələlərdən sayılır bizim üçün. Ümumiyyətlə, bu tip test nümunələri DİM-in test toplusunda da var. Yəni, əgər bu növ tapşırıqlarda səhv edirsinizsə, əvvəlcə o mövzunu təkmilləşdirin. Yəni, bizə lazım olmayan burada, baxaq, bu D-dən çıxan yol A təpəsindən Y təpəsinə keçməklə. Y ilə əlaqəsi olmayan, baxın, B-dən Y-yə gəlmir ki, bu yol, baxın, bu yolu qaralayıram. Bu yolun Y ilə əlaqəsi yoxdur. Bir dənə də burada, baxın, bu D-dən gələn yol var, bax, bu D-yə, bunu da qaralayıram burada. Bircə saniyə. Bax, bu yolların, bax, bunu bir dənə düzəliş eləyək. Bax, bu yolu deyirəm. İndi bu D-dən gəlir də. Bu yolun bizim üçün heç bir önəmi yoxdur. Çünki onun Y ilə qarşılacağı yoxdur. Qalan yolları da, yəni biz bilirik də, girişlər toplanılır, çıxışa yazılır. İndi qalan yollara baxaq. Y təpəsindən keçəcək artıq. A-dan B-yə bir girişim var. A-dan Y-yə 1. A-dan C-yə 1. Biz demişdik, bizim bu orta yolun, bizim yəni Y-dən keçmir. İndi baxırıq C-dən çıxanlara. C-dən çıxana baxmaq üçün B-dən də gələn var. A-dan B-yə 1 ilə girmişəm, B-dən də çıxacam 1 ilə. C-dən çıxışlarım onda neçə olacaq? 2. Bu 2-dir. C-dən Y-yə 2. Davam edirik. C-dən Y-yə 2, burada da 1. Deməli, Y-dən çıxanlarım 3 olacaq. Y-dən çıxır burada D təpəsinə gedən yol bu, bu və bu. Y-dən 3 dənə yol çıxır. İndi baxırıq F təpəsinə. F-ə hardan gələn var yol? Biz indi F-i bilmək üçün
Y-dən D-yə. Y-dən D-yə. Çıxışım neçə dənədir? Bir dənə. Y-dən D-yə. Çıxanlarım hamısı oldu 3. 3 də burada 3'dür. Əslində bu 3-ünə bu 3 qarışmasın da burada. Bu 3, bu Y-dən gələn 3'dür. Amma bu 3 buradan çıxıb, buradan da gələn 3'ündür. 3. İndi biz baxırıq. Əgər biz fikirləşək ki, bizim burada təpələrin bizə nə deyir? Y təpəsindən keçməməklə. Davam edək. F-dən çıxanlara 6. Çünki 3 buradan, 3 buradan 6. İndi burada baxaq. C-yə gəlir. 1, 3 burada. Baxın, bax 3. Bax, belə yazaq da. Y, C. 3'dür mü? Y-dən C-yə. F, C. 6'dır mı? Bir də var. D, C. Bu da 3'dür. Bizə deyir ki, Y təpəsindən keçməklə neçə müxtəlif yolla getmək olar və yolların sayı. Say da bunların ümumi cəmidir. Şəkildə bu 3, bu 3 və 6. Cavabımız olur 12. Növbəti test nümunəsinə baxaq. Bu test nümunəsindən də həm YouTube kanalımda izah var, həm də istənilən halda bütün vəsaitlərdə bu tip testlərdən işləmişik. Və bizə burada nə istəyir? Bizə deyir ki, 1 və 3 rəqəmlərindən təşkil olunmuş bütün 3 rəqəmli ədədləri ağac modelindən istifadə olunarsa, sonuncu səviyyədə olan təpələrin sayını müəyyən edin. Və burada qeyd var bir dənə. 1 və 3 rəqəmləri təkrarlanması. Yaxşı baxaq. Bizim birinci halda 1 olan halımızda 1 ilə 3 təkrarlanmasın deyirsə, burada 3, burada 5 ola bilər ağac modelində. Və 1 ilə 3 təkrarlanmasın deyirsə, burada sadəcə bir də 5 ola bilər. Növbətidə isə 1, 5, burada ola bilər 3 və 5. 5-in önəmi yoxdur, yəni 5 təkrarlana bilər. Bizə limit qoyub nəyi? 3 və 1-i. İkinci, olub 3 üçün. 3 üçün yazanda 3 təkrarlana bilməz. 1 ilə 5. 1 ilə 3 təkrarlana bilməz. Burada yenə 1 halım var, 5. Burada yenə 1, 5 halım var. 5 üçün isə, baxaq. 1 də ola bilər, 3 də ola bilər, 5 də ola bilər. 3 rəqəmlədir. 1, 3, 5. 1 üçün sadəcə burada nə ola bilər? 3 və 5. 3 üçün 5 və 1. 5 üçün isə 1, 3, 5. Hər biri ola bilər. Bizə də deyir ki, təpələrin, sonuncu səviyyədəki təpələrin sayı. 1, 2, 3. 3 burada. 3 burada. 2 burada. 2, 5. 5 də burada. 6, 8 oldu 3 dənə. Doğru variantımız da olur. C variantı, burada B variantı. Yəni bu tip suallardan demin vəsaitində də var. Yəni bu ağac səviyyəsinə, ağac modelindən qurulma məsələləridir ki, bunlarda da diqqətli olun. Davam edək növbəti 4-cü test nümunəmizlə. 4-cü test tapşırığımız verilmiş qrafın qonşuluq siyahısını müəyyən edin. Ümumiyyətlə, qonşuluq siyahısını müəyyən edəndə biz baxmalıyıq sadəcə variantına və yolların olub-olmamasına. Ya ələmə variantı ilə yola çıxacaq, ya da bir-bir. Elə A variantından başlayaq. A-dan B-yə. Belə deyək də, A-nın qonşuları B-dir, C-dir, Y-dir. Baxıram, A-nın qonşuları bu düzdür. B-nin qonşuları A-dır, C-dir, D-dir, Y-dir. Bu da düzdür. C-nin qonşuları A-dır, F-dir, D-dir, B-dir. Bu da düzdür. D-nin qonşuları C-dir, B-dir və Y-dir. Bu da düzdür, elə deyirsən, bu variantdır. Y-nin qonşuları A-dır, A-dır, B-dir, D-dir, F-dir. Tamamilə doğrudur. Sonuncu F-i də yoxlayaq. F-in də təbii ki, 2 qonşusu var. Bir C-dir, bir Y-dir. Doğru variantımız elə A variantıdır. Burada növbəti test nümunəmizdə biraz qarşılıq nədir? Qarşılıq ondan ibarətdir ki, burada biraz şəkil əks istiqamətdədir. Onu da tapacaq buradan bir çarəsini. Hiçbir şey olmaz. Bizə deyir ki, verilmiş qonşuluq matrisinə uyğun qrafı qurun. Qrafı quraq. Mən əvvəlcə
Burada qeyd eləmək istəyirəm ki, bircə saniyə. Bir saniyə ekranın bu hissəsində. Mən baxacağım burada variantlardan nəyə? A-nın qonşuları B-dir, D-dir. Baxaq. A-nın qonşusu B-dir, D-dir. Y variantı ələnir, əleyh variantları. Biz deyək, A-nın qonşuları nədir? A-nın qonşuları B və D-dir. B və D. Əslində buradan qonşudan yola çıxıb variantları ələyərək tapacağam. B və D-nin qonşuluğu. İndi burada bircə saniyə qələmlə tezdir. B olmağına olub F-də amma. Biz dedik D-dir A-nın qonşuları. Y çıxdı. B, D, F-dir. Bu da çıxdı. B, D. A-nın qonşuları düzdür. B, D. A-nın qonşularıdır. Digər varianta da bir dənə baxaq görək. B, D. A-nın qonşularıdır. B, D. A-nın qonşularıdır. Baxaq aşağıda növbəti qonşuya. B-nin qonşuları. B-nin qonşuları A-dır, C-dir, D-dir, F-dir. B-nin qonşuları ilə davam edək. Şəklin burada olmalı çox pis oldu. Deməli, B-nin qonşuları dedik A-dır. A-nı tapaq. Bircə saniyə. Biz burada əslində eləmişdik bu variantları. Nə pis oldu bu? Bircə saniyə. Deməli, bayaqçından yola çıxanda biz dedik ki, Y ilə D ola bilməz. Digərlərinə də baxaq. Digərləri ola bilər. A-nın qonşuları B, D idi. İndi baxdıq B-nin qonşularına. B-nin qonşuları A-dır, C-dir, D-dir, F-dir. A-dır, A-dır, C-dir, F-dir, D-dir. Bu ola bilər. A-dır, A-dır, C-dir, F-dir, D-dir. Bu da ola bilər. A-dır, C-dir, F-dir, D deyil. Bu da getdi. Demək, iki variant arasında qalırıq. İki variantda da burada bir dənə fərqli məqam var. Bu hissədən deyəcəm. Baxın, deməli, C, D. C, D-nin qonşusudursa, C, D-nin, bax, bu əlaqə var. C ilə D qonşudursa, qrafda deməli, B variantı doğrudur. Yox, qonşuluq əlaqəsi yoxdursa, ona görə də biz bir şəkilə baxırıq. C ilə olan qonşulara. Bircə saniyə. C ilə D-nin əlaqəsi yoxdur. Baxın, C-D əlaqəsində, bircə saniyə. Bircə saniyə. Burada C-D ilə, baxın, sıfırdır. Qonşuluq matrisində dedik, sıfır nədir? Yol yoxdur. Yəni, qarşısıq o şəkilə, orada ikinci şəkildə göstərir ki, C-D ilə qonşudur B variantında. Ona görə də orada avtomatik A variantı olmuş olacaq. Bax, bu əlaqəni deyirdim, bircə saniyə. Bu əlaqəyə baxın, C ilə D-nin arasında yol verib, amma orada sıfır idi. Bu əlaqə ola bilməzdi. Ona görə də A variantı doğru variantımız olmuş olur. Bu biraz şəkil bu tərəfdə, belə deyək də, variantlar digər tərəfdə olduğuna görə biraz qarışıq ola bilər. Bu da din vəsaitində olan suallar silsiləsindəndir və maraqlı sualdır məncə. Davam edək. Bizə deyir ki, biz burada əslində bu tip sualların tapılmasında bir situasiya, bir məqam var ki, ona mütləq fikir verməliyik. O hansı məqamdır? Baxaq, cədvəllər ümumiyyətlə təpələr arasındakı əlaqənin qrafı da verilib, cədvəl də verilib. Sadəcə A, B, D, E, F, C nöqtələri şifrələnib 1, 2, 3, 4, 5, 6 ilə. Biz indi tapmaq üçün mən F-dən yola çıxa bilərəm. Niyə? Bir dənə qonşusu olan F-dir burada. Baxın, bir dənə qonşusu olan F. Əlaqəyə baxıram, bir qonşusu olan, baxın, 4. 4 deməli F-dir. 4 oldu F. 20-dir. Bax, bunu da mən buradan 80 yazacağım, 20. 20 nə ilə kəsişib? 5 ilə. Bir dənə 20-nin əlaqəsi var. 5 ilə. 20 burada, 5 ilə. Deməli, 4 ilə 5 kəsişib. 4-ü bildim, F-dir. 5 nədir? C-dir təbii ki. 5 oldu C. İndi baxaq. C-nin əlaqəsi F-ləndir. İndi biz 5-ə, buradan da 5-i düzəldək. Burada bir dənə bunu bilirik ki, F-dir. Digərlərinə baxaq. Digərlərində
Əslində burada C-ni tapıb biz Y-ni avtomatik buradan Y-ni də tapa bilərik və yaxud da digər yollarla tapma qaydası daha rahatdır. Ne deyəcəm? Fikir versək ki, 1, 2, 3, 4 dənə A təpəsində 4 dənə qonşusu var, C-nin də 4 dənə. Mən C ilə A-nı necə ayırım? Yəni burada 1, 2, 3, 4, digər 4 dənə olan avtomatik çıxır ki, 1, 2, 3, 4. Burada 2 dənə 4 qonşusu olan var. F ilə kəsişməsi olduğuna görə C tapdım avtomatik ki, mənim C 5'im 5'ti burada. Ama A'nı da bir dənə burada baxsaq 1, 2, 3, 4 qonşusu olan 3'dür. 3 də olur A. Şu da avtomatik tapdım ki A'dır. İndi digərlərin buradakı əlaqəyə əsaslanıb tapa bilərəm. A'nın Y ilə əlaqəsi var. A'nın F ilə əlaqəsi yox. Yəni F ilə onsuz da bilinir də. A'nın B ilə əlaqəsi var. A'nın digər, indi bunları bir-bir yazaq. Deməli, A-nı tapdıq, C-ni tapdıq, F-i tapdıq. Digər məqam nədir burada? Baxaq burada A-la C oldu 15. Y-nin iki qonşusu var. Biri A-dır, biri C-dir. Avtomatik baxaq. Biri A-dır, biri C-dir. 2 də qonşusu olan nədir? 2. 2 deməli çıxdı oldu Y. Bax, buradan tapdıq. 2-ni tapdıq. B-nin digər iki qonşusu olan B-dir burada. B. B-ni də tapa bilərik avtomatik. 2 də qonşusu olan B-dir. B də olur 6. Niyə B olur? Baxın, C buradan çıxırsa Y daha doğrusu 2 qonşusu olan. Burada da B 2 qonşusu olan daha bir təpədir ki, buradan da avtomatik çıxır ki, B də 6-dır. B də 6-dır. 4-ə. Burada baxışım, yazmamışam. Deməli, 1 də yerdə qalan 1 olur. Bir də bizdə hansı nöqtədir? D nöqtəsi. Bir də oldu D nöqtəsi. Bizdən nə istəyir burada? Verilmişdi. AY təpəsində ən qısa yolu. Ona görə ən qısa yolu tapmaq üçün gəlin biz bu qrafların ümumi əslində, indi buradan görünür əslində. Gəlin biz belə baxaq da. A-dan Y-yə, A-dan A nöqtəsindən, A təpəsindən Y-yə, bura. Baxın, A-dan Y-yə, buradan. A-dan Y-yə 2 də yolla gəlmək olur. Ya birbaşa A-Y təpəsi, ümumiyyətlə təpələr arasında yolla 25-lə, ya da digər alternativim var ki, hansı ki, baxın, bu hissədən tapa bilirik də biz bunu, yəni görə bilirsiniz buranı. Çox gözəl çəkdim burada mən bunu. Bezə saniyə. Bu hissədən, bax, bu hissə bilinir ki, A-Y kəsişməmdə A təpəsində sadəcə Y ilə 2 nöqtədə kəsişir. Biri budur, birbaşa əlaqədir. İkinciyə baxaq. C-Y əlaqəsi var ki, burada. Buradan yazacağım 12. C-yə hardan gələ bilərəm? C-yə, baxın, C-yə. Hardan gələ bilirəm? D-dən gələ bilirəm. Ən qısa yol dediyinə görə, baxın, burada ən qısa yolum 4-dür. Deməli, D-C yolu var. Burada 4. D-yə də ən qısa yol hardan gələ bilirəm? A-dan özündən gələ bilirəm. A olur 6. 10, 22. 22 də digər daha bir variant var. Məncə 2 variant var burada. 8 olan variant da yoxdursa, deməli ən qısa yolumuz 22-dir. O da hansı yol oldu? A, D, C, E yolu. Bax, bu formada qraflarla işləyəndə bunu da belə tapa bilərsiniz. Növbəti test nümunəmiz 5-ci test tapşırığı ilə davam edək. Yenə də burada dövrələrin sayı müəyyən edin deyir. Dövrə nə idi? Qapalı yola dövrə deyirdik. Dövrə qapalı yoldur. Burada biz indi bir-bir başlayaq saymağa. Biraz bunlar başlayacağım elə burada görünəndən. Buradan səliqəli yazacağım. Dövrə, bax, birinci dövrəmiz budur. A, B, D, bax, bu dövrə. Baxaq. Birinci oldu A, B, D, A. Birinci. Sonra A, D, F, A.
Bəlkə qələmin rəngi dəyişək. Bircə saniyə. A, A, D, F, A. Yəqin ki, görürsünüz bu dövrədə. Buradan qeyd edəcəm onsuz da. A, D, F, A. Davam edək. Başqa bir rəng götürək. A, baxaq. A, B, D, F, A. Ola bilərmi? Baxın. A, B, D, F, A. Bax, bu dövrə. Yazıram bura. A, B, D, F, A. Burada daha sonra bircə saniyə rəngi dəyişək yenə. A, C, A, C, A'dan C'ye birbaşa yolda A, C olmur. A, Y, A, Y, C, F, A. Dedi A, Y, C, F, A. Olur. Baxın. A, daha doğrusu buradan başlayardı. A, Y, C, C, F, A. Geldi. Birləşdi. Kapalı. A, Y, C, F, A. Daha sonra burada hansı qalır? Bir də saniyə qələmi dəyişir rəngin. A'dan D'yə. Üstün yazdık ama cümlə qoyduq. A'dan D'yə. A, D, F. A, D, F. C. A, D, F, C. E, A. Gedir bəli. A, D, F. Qayıtdı bura. C, E, A. A, D, F, C, E, A. Çox səliqəsiz yazır gələm son günlər. Davam edirik. Daha səhv eləmirəmsə burada 6 idi. 1, 2, 3, 4, 5. 5-ini tapmışıq. İndi burada hansı qalır? A'dan B'yə. A, B. A, B, D'yə. A, B, D, F'ə, F'ə, C'yə, Y'yə olur. A'dan B'yə, D'yə, D'dən F'ə, F'dən C'yə, C'dən Y'yə, yenə A'ya qayıtdı. Bütöv, yəni ən böyük belə deyək dövr oldu hardasa bu. A, B, D, F, C, F, C, Y, təkrar A'ya qayıtdı. Bizə də deyir ki, sayı nə qədərdir? 2, 4, 6 dənə doğru variantımız olacaq. Y variantı 6. Burada deyir, növbəti test nümunəsində A təpəsindən F təpəsinə, A'dan F'ə bura. D təpəsindən keçməyən. Əgər D təpəsindən keçməyən deyirsə, indi biz D-dən çıxan yolları bizə lazım olmayan yollar kimi sayacaq. Bizə lazım, yəni deyil də o yollar. Hansı yoldur o? Burada rəyməyəcəm üstün. Deməli, D-dən keçməmək deyirsə, baxın, bu yol var, bu yol. Bu yol bizə lazım deyil. D-dən keçən növbəti yolumuz, bax, budur. Bu yol bizə lazım deyil. Və D-dən burada bu. Bu yol bizə lazım deyil. Bunlar bizə lazım olmayan yollardır və bu da var burada. Bu görmüş. Qalanı isə lazım olan yollardır. Adi qaydada davam edirik. A'dan B'yə 1, girişləri toplayıb çıxışa verəcək. A'dan çıxanlar oldu 1. B'dən çıxanlar 1, 1, bir də 1. Yəni ki, buradakı 1-i görürsünüz. B'dən çıxanların hər biri 1 oldu. İndi biz baxırıq C'dən çıxanlara. C'yə 1 ilə gəlib, düzdürmü? Deməli, 1 ilə, 1 ilə də çıxacaq. 1 ilə çıxır. İndi burada Y'yə gələn yollarım var mənim. Y'yə gəlir 1 buradan, 1 buradan, 1 də buradan. Y'dən çıxan olacaq 3. Y'dən çıxan 3-dürsə, burada bu 1 qarışar, burada bir də. Bu 1 bir hansıdır?
Belə deyək də, BC yoludur bu. BC yolu 1-dir. 1-dir. İndi belə qalır da, B-dən C-yə 1, 1 ilə gəldi. Elə C-dən də çıxan olacaq 1. Burada da bizə F təpəsinə gəlmək deyir. Hansı olur onda? Y-dən F-ə. Y-dən F-ə 3, C-dən F-ə 1, C-dən F-ə 1. 3 üstə 1 üstə 1. Bu da bərabərdir 5-ə. Bizim doğru cavabımız olur A variantı. Deməli, bizim bir qaydamız var idi. Nə deyirdik? Deyirdik ki, qraflarda girişi topla, çıxışa ver. Bəzən qaydalar var, əks istiqamətdə getmə qaydası da, amma nədənsə, yəni bu qaydanı rahat tətbiq etdiyim üçün deyə və yaxud da rahat olduğu üçün mənim üçün bu daha rahatdır. Əminəm ki, abituriyentlərə də faydası olar. 11-ci sual tapşırığımız 11-12 ilə buradan davam edir. Ekranı çəkərik aşağıya doğru. Çəkili qrafda ən uzun dövrəni istəyir bizdən. Əslində bu suallar həqiqətən çox diqqət istəyir. Çox diqqət istəyir. Yəni burada çəkiləri var. Mən buradan yola çıxacağam. Baxa görək, ən uzun dövrə. Ən böyük qiymət nədir? 18. Deməli, burada belə bir ardıcıllıq yazaq. A-dan C-yə. A-dan C-yə 18. Bizə lazım olan qiymətdir. A-dan C-yə. C-dən B-yə gəlsə, D-yə getsə, D-dən A-yə. Bu biraz qısa olacaq. İndi baxaq. C-dən Y-yə gəlsə, Y-yə. Y-nin neçədir? Y-yə 5. Y-yə. Y-dən D-yə gedə bilər də, uzandı da məsafə. Buradan gəlsəydi 7, 21. Buradan gəlsəydi bu daha uzun olacaq. Buradan da 8, 19, 24 olacaq deyə bu daha uzundur. Ən uzun dövrə deyirsə, mən məcburam ən uzun yolları götürməyə. Y-dən D-yə getsəm 11. D-dən B-yə gələ bilərəm. Uzun istəyir axı məndən. B-dən də A-ya qayıda bilərəm də, yəqin ki. A-ya. A-ya qiyməti nə qədərdir? 6. Bunları toplayaq, görək uzunluğu budur mu? Bir dəqiqə nəzər yetirək. Olmaz, yəni ondan böyük variantda olarsa, yenidən təkrar başqa bir dövrəyə baxa bilərim. Yəni burada yəni başqa bir hal yoxdur da, yəni 20, 31, 36, 36 üçün 18, 54. Fikir verin, variantlarda 54-dən böyük yoxdur. Bax, ümumiyyətlə, bunu bir dəfəyə tapmağın ən asan qaydası budur ki, çəkilərin ən uzunu ilə işləyin, ən uzunu. Mənə lazım olan ki, bu qiymətdir ki, mən hansı dövrə yolu ilə getsəm, bu iki qiyməti götürə bilərəm. Bayaq əslində buradan gəlib, buradan gedib, buradan getsəydim, bu 14 ilə 7 məni aldadırdı, 21 idi. Amma baxdım 5-ə gəlib, 11-ə gedib, oradan gedib, bu hissədən 14-ü götürsəm, mən çox böyük qiymət almış olaram da. Yəni burada əslində bu 7 bizi aldadır. Bəzən deyirlər ki, C-dən Y-yə 5-dir, buradan məsələn B-yə 7-dir. Bunu götürərəm də. Bunu götür. Amma bundan sonraki gedişatı da nəzər yetirməkdə fayda var. Deməli, mənim dövrəm olacaq A, C, Y, D, B, A dövrəsi. Düzdürmü? A, C, Y, D, B, A dövrəsi. A, C, A, C, D, B. A-dan C-yə, C-dən Y-yə, Y-dən D-yə, D-dən B-yə, B-dən A-ya. Bu dövrəm oldu mənim qapalı dövrəm, ən böyük qiyməti də almış oldum. Növbəti qonşuluq matrisinə uyğun, daha doğrusu matrisə uyğun qonşuluq siyahısını tapın. Bunlar da rahat tapşırıqlardandır. Bir də saniyə ekranı biraz təmizləyək. Tip tapşırıqlar. Yəni bunu Word-də açıram deyə biraz hardasa ekranı aşağıya çəkəndə yazılar üzərində əks olunmuş olur. 8 yazdığımız tapşırıq idi. Deməli 12. Biraz da çəksin yuxarı. Belə deyək də, hələ görünür onsuz da. Bir saniyə sualın başında. Qonşuluq siyahısını tapırıq. Matrisi əsasən qonşuluq siyahısını tapaq. Yaxşı, baxaq. Bizə birinci növbədə olan yollar lazımdır. Yəni 12-ci sualda, 12-ci sualımızda, yəni diqqət edəcəyimiz məqam nədir? Bircə saniyə. A-nın qonşuları D-dir, D-dir, Y-dir. Düzdürmü? Düzdür. B-nin qonşuları A-dır,
C-dir, D-dir, F-dir. Düzdür. C-nin qonşuları B-dir, bir də Y-dir. Düpbədüz. D-nin qonşuları A-dır, B-dir, E-dir, F-dir. Bilirsən bu variantı. Yenə E-nin qonşuları A-dır, C-dir, D-dir. F-in qonşuları 2 də qonşusu var. B nədir? Düzdür. Düzgün. Tamamilə doğru. Yəni bu qonşuluq matrisinə əsasən qonşuluq siyahısını tapmaq çox rahat suallardan biridir. Yəni siyahıya baxırıq. 1 yol var, 0 yol yoxdur deməkdir. Və bu tip suallarda da yəni özümüzü çaşdırmağa ehtiyac yoxdur. Yəni qonşuların tapırıq. Sadəcə qonşu hardan hara əlaqə varsa biz onları bir kimi qəbul edirik və qonşusu da artıq. Burada deyir ki, proqram yalnız 2-yə vurur və 3 vahid çıxma əməliyyatını yerinə yetirir. Və bizə ilkin başlanğıcda 7 verib. 7 ədədindən 20-ni almaq üçün proqram ən azı neçə əmr icra etməlidir? 7-dən 20 almaq üçün mən 7-ni 2-yə vurub üstünə 3 gəlib, üstünə 3 gəlsəm, baxın, 2-yə vurdum 14. 14-ün 14-dən daha doğrusu 3 çıxdım, 11. Və mən 20-yə qeyb çıxmaq üçün məsələn yenə 2-yə vurdum və yaxud da nə isə. Bunda bir dənə bu qaydaya baxaq. Bir saniyə. 7-ni verib. Mən görək bu uzunluq edəcək. 7-dən mən 3 çıxsam nə qalır? 4. Düzdürmü? 4. 2-yə vurma işini aparır. Birinci əməliyyatım bu oldu. İkinci. 2-yə vurum. 4-ü vurum 2-yə. 8. Üçüncü. 8-dən 3 çıxım. 5. Dördüncü. 5-i vurum 2-yə. 10. Beşinci. Onu da vurum 2-yə. 20. Bizə nə deyir? Ən az neçə əmr yerinə yetirməlidir? Ən az. Ən az elə 5 olacaq. Çünki variantların içində 5-i əgər tapıramsa mən, bu mənim ən azımdır. Bayaqçında yazanda onsuz da çıxır da ortaya. Ən az yol o deməkdir ki, yəni variantda 5-dən kiçik yol olsaydı mən o yolu sınaya bilərdim. Amma burada 5-dən kiçik yoxdur. Ona görə ən azı 5 dəfə əmri yerinə yetirməlidir. Aydındır yəqin ki, bir çıxır, ikinci vurur, üçüncü yenə çıxır, 2 dəfə də vurma əməliyyatını yerinə yetirir. A təpəsindən K təpəsinə gedən ən qısa yolu müəyyən edin. Hər təpədən ən çox bir dəfə keçməklə. A təpəsindən K təpəsinə. Əslində, bir dənə burada məqam var. Gəlin bunlara baxaq bir-bir. Mən belə yazacağam. A-dan K-ya gedən yollara baxaq. Burada yaza bilərəm də. A, D, K yolu. ADK yolun uzunluğu nə qədərdir? 18, 11 üstə gəl 7, düzdürmü? Mən bir-bir yazacağam. Verin, vaxt aparsa da. ACK yoluna baxaq. K yolu. 12, 4, 16. Davam edək. A, B, A, B, C, K. A, B, A, B, C, K yolu. 6, 7, 13, 14, deməli 13 isə 4, 17. Variantlara baxıram, 17 də var, 16 da var, indi 18-i verməyib. Bizə ən qısa yol deyir. İndi burada 15 də var deyə hələ yolum var mənim. Bir dənə də yol var burada. A-dan D-yə, A-dan D-yə, D-dən C-yə, K-ya. Baxaq buna da. A, D, C, K yolun uzunluğuna. 7, 11. 4 gələndə 11, 11 üstü 15. Bunların ən qısa yolu istəyirsə, ən qısa yol 15-dir. Əslində yollar belədir də. Yolları tapmaq biraz, yəni bunun qaydası belədir. Ya da bunun qrafını qurub, birbaşa yollardan, ən qısa yollardan hazır variantda istifadə eləmək olar. O da rahatdır. Əgər belə qraf halında verərsə, daha yaxşı görünür əslində şəkillə qısa yol. Şəkili çəkilmiş halda daha rahat, daha doğrusu yollar görünür. Yollara əsasən də biz daha rahat variantı tapa bilirik. Davam edirik 13-cü test nümunəmizlə. Bir saniyə. 13-də belə bir tapşırıq qeyd edib. Deyir, A təpəsindən bir təpəsinə gedən müxtəlif yolların sayı. Bu çox rahatdır. Olduqca rahat test nümunələrindəndir. Nəyə görə? Burada A-dan limit qoymayıb ki, keçmək olsun, keçməmək olsun. Sadəcə girişi topla, çıxışa bir. Bu qədər rahat həldə
rahat yolla həll edə biləcəyiniz bir sual variantıdır. Baxaq. A-dan B-yə 1, A-dan çıxanların hər biri oldu 1. İndi B-yə bir dənə girişim var idi. Deməli, B-dən çıxanların da hər biri oldu 1. C-dən çıxanların da oldu 1. İndi baxırıq burada. B-dən çıxanlarım. D-dən çıxanlar. D-yə bir girişdən girmişdi, birlə də çıxır. Burada davam edirik biz Y-dən. Y-yə neçə giriş gəlib? 1, 2, 3. Deməli, Y-dən çıxan hər bir nöqtəm olacaq 3. Xəttim daha doğrusu tilim. B-dən buradan da gəlirdi. B-dən buradan da gələnim olur 1. İndi F nöqtəsinə gələn və girişlərim. Burada F-ə giriş neçə dənədir? 4. İndi H-dan çıxanlarıma baxıram. H-dan çıxanım olur 7. Bu da 7. Çünki H-a 1, 3, 4, 7 ilə girib. Deməli, H2 təpəsinə də gedir 7. Burada da biz fikir verək. H2 təpəsinə 7, 11. 7, 3, 10. Bu da 1, 11. 11 ilə çıxır. Biz də demişdik ki, girişi topla çıxışa yaz. C 1, 11-dirsə, H1 də 7-dir. Bizdən ümumi toplamı istəyir, cavab olur 18. 18 də bizim olur Y variantımız. Prototip model münasibətini əks etdirmir. Yadımızda saxlayaq. Prototip nə idi? Modeli yaradılan obyektə prototip və ya orijinal deyirdi. Orijinalı idi onun. Robotun məntiqi quruluş sxemi. Sxem modelə aiddir. Tamamilə doğrudur. Əks etdirmir. Hə, etdirmir. Deməli, məktəbin şəkli. Təbii ki, maddi informasiya modellərindən bir xatırlatsaq, şəkil, cədvəl, sxem, sözlə belə təsvirlər, yəni ümumi halda. Yəni, bunlar modeli əksilətdirən bir şeydir də. Yəni, görünüş olaraq. Sonra avtomobilin texniki təlimat kitabçası. Təbii ki, orada qeyd olunur, düzdür. Binanın planı, düzdür. Burada kompüterin prosesoru və yaddaş qurğuları prototip deyil. Yəni, belə götürək də, kompüterin prosesor və yaddaş qurğuları, onun necə yaddaş qurğusu orijinalı olduğu kimi, yəni, bunu əkslətdirə biləcək bir model deyil. Yəni, belə düşünək. Burada qeyd edilib 17-ci sual. Şagird 3 rəngdə, yəni qara, qırmızı, qırmızıdır, indi bu yazdığım, bilirəm, səliqəsi yazdım, bir də göy. Rənglərdən istifadə eləməklə, yəni neçə halı var şagirdin? 3 halı. 3 haldan istifadə eləməklə qələm, karandaş və xətkeş alır özünə, götürür və ya varıdır. Bu ləvazimatlardan fərqli rəng. Fərqli rəng nədir? 3 müxtəlif vəziyyət, 3 dənə halı var, sanki qara, qırmızı, göy. Və bunu 3, bu olsun karandaş, bu olsun qələm, bu da olsun xətkeş. Əgər mən karandaş üçün 3-ünü də götürmüşəmsə, İndi mən gəlib burada ikinci nə idi? Qələm üçün götürmüşəmsə, karandaş üçün gəlib mən qırmızı rəngi götürsəm, qırmızı burada var. Ona görə burada 2 hal mümkün olacaq və vurulsun. Sonuncu da xətkeşə qalan 1 haldır və 6 mümkün hal olur. Yəni burada da 6 doğru cavabdır. 18-dədir ki, doğru ifadələri müəyyən edin. Yəni doğruları müəyyən edək. Bütün ağaclar qraf hesab oluna bilər. Təbii ki. Yəni, bütün ağaclar qraf hesab oluna bilər. Burada deməli, bir olanlar qalır, digərləri silinir. Davam edək. Əlaqəsiz qrafda dövrə ola bilməz. Əlaqəsiz qrafda. Bir-biri ilə əlaqəsi yoxdursa, nə olmasın? Ola bilər. Bilər. Onun əlaqəsi yoxdur, amma dövrədir. Dövrə nədir? Qapalı yoldur. Qapalı yolun əlaqəsi qrafla əlaqəsi yoxdur. Deməli, 2 olan variantlar çıxır aradan. Doğru cavabımız olur 1, 4, 5. Baxaq digərlərinə də. Qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Bəli. Ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Xeyr, ola bilməz. Bu da səhv idi. 5-ci nədir? Ağac dövrəsiz əlaqəli qrafdır. Bu da tamamilə doğrudur. Elə variantla eləməklə də çıxmaq olardı. İkinci sualın cavabı, daha doğrusu ikinci bənddə olan səhvi görməklə biz burada avtomatik variantı tapa bilərdik. Davam edirik 15-ci test nümunəsinə. Bircə saniyə, biraz ekran aşağıya doğru. Biraz vaxt aparan tapşırıqlardır təbii ki. Saniyə.
Burada deyir ki 15-də. Riyazi model yenə ekran çəkəri heç nə olmaz. Riyazi modeldir. Riyazi model nə idi? Riyazi modeldə yadımızda saxlayırıq düstur, sonra hesablama işi, tənliklər sistemi. Bax, burada baxaq, modellərdən deyir dəqiqli əks etdirən xammalda hazırlanmış modeldir, ölçüləri. Strukturu sxematik olaraq əks etdirir. Obyektin bax, tənliklər şəklində olan model olurdu riyazi model. Riyazi model nə idi? Düsturla, tənliklə göstərilə bilən model idi, riyazi adı üstündə. Qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yol var? A-dan Y-yə. 19-cu sualı gəlin burada bir çəkək. Daha aydın görünsün deyə. A təpəsindən hara yol var? B-yə yol var. Vaxt alıb bunu da çəkmək. Buradan C-yə yol var. Sonra B-dən A-ya var yol. B-dən D-yə. B-dən D-yə. Bizim bir dənə burada D nöqtəmiz olsun. D-yə var. B-dən Y-yə var. Bir dənə də Y təpəsi olsun burada. Harada olur olsun. Burada olsun. Elə Y təpəsi var. Sonra C-dən A-ya var. Var idi. C-dən D-yə var. Aha. C-dən D-yə. C-dən Y-yə də var yol. Allah qarşı bir şey oldu. C-dən Y-yə bitdi. D-dən B-yə var, düzdür. D-dən C-yə var, düzdür. D-dən F-ə var. Hə, bir də bizim burada F təpəmiz olsun. F. D-dən F olsun. F təpəsinə. Y-dən B-yə var, düzdür. Y-dən C-yə var. Y-dən C-yə var. Y-dən bir də F-ə var. Hə, bu F-ə də var imiş yox. Y-dən Y təpəsində F-ə. F-ə var. F-dən D-yə, F-dən Y-yə. Hə, bitdi. Bizə nə deyir burada? Bir A-dan Y təpəsinə Y-yə neçə müxtəlif yol var? A-dan Y-yə. A-dan Y-yə əslində burada bura. Neçə müxtəlif yol var. Baxaq. Birinci elə, bax, buradan gedə bilərəm də. A, B, Y yolu. Hər təpədən bir dəfə keçməklə. Yaxşı. A, B, Y yolu. Düzdürmü? Bir. İkinci ən qısa yol. A, C, Y yolu. Düzdür. A, C, Y yolu. Sonra A-dan B-yə, D-yə, D-dən C-yə yol var idi. D-dən, bir də C-yə, bəli. B-dən C-yə, C-dən E-yə. Olar. Üçüncü olsun bu. A, B, D, C, E. Dördüncü. A, B, baxın A, B, D, F, E. A, B, D, ay, F. İşte bu tabii ki bu da E. E sır bizden kaldı mı? A'dan C'ye, A'dan C'ye, D'ye, B'ye E. A'dan C'ye, D'ye, B'ye E'ye gidebilirim. Altıncı. A'dan C'ye, A'dan C'ye, C'den A'dan C'ye, C'den D'ye, D'den F'e, F'den Y'ye. D'ye, D-dən F-ə, F-dən Y-yə. Əslində burada B ilə C mənə açar verir. Mən də onsuz da ikinci dəfə fırlananda C ilə B-nin, baxın burada. Bizdə doğru cavab olacaq 6 dənə. 6 dənə də burada göstərmiş oldum. Yəni, burada indi biraz səliqəsiz alınır biraz. Çəkəndə, biraz iri halda, biraz səliqəli çəkəndə daha rahat görünmüş olur. Növbəti tapşırıqlarla davam edək. 20, 16-dan aşağıya doğru. Bir saniye.
Aha, bu səhifədə tam görünsün. 16 obyektlər arasında əlaqə nə zaman ağac informasiya modeli ilə ifadə olunur? Biz demişdik ki, ağac informasiya modeli istər model olaraq verilənlər bazası dərsində, istərsə də ümumi modellər mövzusunda vermişdik ki, ağac informasiya modeli deyirsə, bu iyerarxik deməkdir. İyerarxik əlaqə olmalıdır. Hələ burada da struktur arasında iyerarxik əlaqə. Digər variantların nə vaxt aparmayın, nə də bəzi sözləri açar məqamlarla yadda saxlayıb doğru variant tapa bilərsiniz. 20-də deyir çəki matrisinə əsasən qraf haqqında doğru fikirləri ifadə edin. 20-ni lazım olar ki, yaxşı olar ki, belə deyək də, e, qrup yola çıxaq və yaxud da yəni baxaq. İndi bizə deyir əlaqəli qrafdır. Təbii ki. Doğru ifadələri deyir də, səhv eləmirəmsə 20-də. Doğruları. Yönləndirilmiş qrafdır. Yönləndirilmiş qraf o halda olurdu ki, və bu diaqonal xəttindən əslində yönləndirilmiş qraf 0-1 məsələsində bir də burada bir məqamda var idi. Yenə deyirəm, DİM-də bu mövzu biraz yox, çox lakanikdir. Əslində sinif dərsliyindən yola çıxıb, əlavə vəsaitlərdən yola çıxıb bu tip nəzəriyyələri daha rahat yaza bilərsiniz. Amma məsələn, bir variantı ilə yola çıxanda bunlar getdi. Yerdə bunlar qalır. Baxaq bunlara. 2 dedik ki, səhvdir. 2 səhvdirsə 2 səhv olduğu variant budur. 5-dən yola çıxaq. Qrafda dövrə var. Elə qrafda dövrə var məsələsinə görə yeni götürə bilir. Bu da avtomatik səhv olur. Yalqız təpə var. Qrafda yalqız təpə odur ki, heç bir təpənin əlaqəsi olmasın. Burada da elə təpəmiz yoxdur. Yəni 4-lə yola çıxıb əslində A-na, B-nə eləyə bilərdik. 1-lə yola çıxıb digərlərini eləyə bilərdik. Burada doğru cavabın Y olduğunu bu formada da tapa bilərdik ki, hansı ki, dərsliklərdə olmayan, belə deyək də, sizə lazım olmayan və ya lazım olan, hansı ki, dediyim o materialları əldə edə bilməmisinizsə, əldə etdiyiniz biliklərdən yola çıxıb, digər variantları ələyib çıxarda bilərsiniz bu tip testlərdə. Qonşuluq matrisinə uyğun qrafın əlaqəsiz olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? Aha, yadımıza saxlayaq, bu tiplərdən düşsə mütləq qraf qurulsun. Biz gəlin əvvəl qrafı quraq. A-dan B-yə yol var. Bir dənə A-dır. Bu da B'dir. B'dən, bir dəqiqə, A'dan B'yə, A'dan C'yə də yol var. Bu da C'dir. Həmçinin B'dən A'ya da yol var, B'dən C'yə də yol var. Əla. C'dən A'ya yol var, C'dən B'yə yol var, C'dən bir də D'yə yol var. D'dən C'yə yol var, D'dən E'yə yol var, D'dən F'ə yol var. Bu da F'dir bu. F'ə yol var. F çox səliqəsiz oldu. Y-dən D-yə var, Y-dən F-ə var. Y-dən F-ə də yolumuz var imiş. F-dən D-yə, F-dən Y-yə var. Bizə nə deyir burada? Əlaqəsiz olması üçün. Yəni bu qrafla, bax bu qrafı bir-birindən ayırması üçün, baxın, bu olmasa, düzdürmü? Yəni CD tili olmasa, mənim avtomatik bu qrafların bir-birinə əlaqəsi itirmiş olur. Deyir, hansı til olmasa, bu əlaqəsiz qraf ola bilər də, yəni bu da olur D. Deyirəm, CD, yəni A variantı olmuş olur. Burada deyir, A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayın müəyyən edək və burada da yenə qoyub ki, hər təpədən ən çoxu bir dəfə keçmək olar. Baxaq görək. A-dan N-ə. Yəni, burada ancaq görünən yollara baxacam. A, N yolu. 1. Ona diqqətli olaq. 2. A, N yolu. A, B, N yolu. B, N yolu. 3. A, A-dan D-yə, B-yə, N-ə. Dedim olur, bəli. A-dan D-yə, B-yə, N-ə. A-dan D-yə, B-yə, N-ə. A-dan D-yə, A-dan D-yə, A-dan D-yə, D-dən C-yə, C-dən B-yə, N-ə dedim olur, bəli. A-dan D-yə, A-dan D-yə, A-dan D-yə, D-dən
C-yə, C-dən də B-yə və N-ə qeydinə olur. Bizə deyir ki, neçə dənə başqa alternativ variant var, bura gələcək yollar. 4 olmalıydı burada. 4. Və burada deyir ki, 25-ci sualda, bu da modellərə aid olan suallardandır. Səlimədir. Səlimə. Belə bir şey ki, cədvəl. Bu da olsun Səməd. Bildi bu Elnur. Nur. Bu Elnurdur. Bu da Elmir olsun. Elmir. Olduğuna görə əslində qarışdırmayaq. Belə bir şey ki, bura. Əslində cədvəl olmasa olar, məncə olar, amma mən belə düşünmüşəm. Baxaq. Birinci kurs var. İkinci kurs var. Üçüncü kurs var. Və burada da dördüncü kursumuz var. Biraz səliqəsiz oldu, amma baxaq. Deyir ki, Bakı dövlətinin tələbələridir bunlar. Səlimədir, Səməddir, Elnurdur, Elmirdir. Və birinci, ikinci, üçüncü, dördüncü kursda təhsil alırlar. Məlumdur ki, deyir, Səməd təhsilin ilk ilində, Elnur isə son ilində deyil. Deməli, Səməd birinci yerdə deyil. Birinci kursda deyil. Birinci yerdə nə idi? Birinci kursda deyil. Həmçinin Elnur da sonuncu deyil. Demək, Elnur da sonuncu deyil. Bunlardan digəridir. Sonra burada bizə nə deyir? Deyir ki, Elmir Universitetdə Elnuru artıq deyir 3 ildir ki tanıyır. Bax, Elnuru 3 ildir tanıyır. Onda belə çıxır ki, Elnur elə 3-cü kurs imiş də. Digərləri oldu X. Bu 3-cü kursdursa, deməli 3 bunlara digərlərinə düşdü X. Və Elmir onu tanıyırsa 3 ildir, deməli Elmir ikinci, birinci kurs ola bilməz də. Elmir deməli nə imiş? 4-cü kurs tələbəsi imiş. Düzdürmü? 4-cü kurs tələbəsi olduğunu tapdıq. Səlimə deyir neçənci kursda oxuyur. Deməli, əgər Səməd birinci kursda döyürsə, deməli Səməd axırıncı kursda da, burada da biz ki budur. Bunları belə x-la su. İkinci kursda oxuduğumuz Səmədin taparıq. İkinci kursda bu oxuyursa bu x-dir, bu da birinci. Kim deyirdi? Səlimə neçənci kursda oxuyur? Səlimə təbii ki, birinci kursda oxuyur. Yəni, bu da modelləşdirməyə aid olan, deyərəm, sadə suallardandır. Pis deyil. Sadədir. Hələ 3-4 belə qarışıq halda hətta universitetləri verə bilərdi. Hansı universitetin, hansı neçənci kurs tələbələri olduğunu soruşa bilərdi, ola bilərdi. Yəni, o sual tiplərinə baxanda sadə sual tipi kimi götürmək olar. Davam edək 22-ci sual. Bizə nə verib? Yenə də qrafdır modelləşdirməni. 1, 3, 5, 10 kiloqramlı qablarda cavalı, albalı, çiyələk, əncir mürəbbələri var. Qabların ikisi dolabda, ikisi stolun üstündədir. Mən bura stolu yazacağım. Oğlum. Burada dolab yazacağım. Aha. Bir saniyə. Çox səliqəsiz oldu. Təzdən yazıram. Bu da dolab. Baxa bilər. Baxanda oxuya biləsiniz. Yəni nə olduğunu, yəni qarşı halda yazmışdım. Məlumdur ki, deyir, albalı mürəbbəsi dolabda deyil. Deməli, dolabda deyilsə, burada oldu albalı. Düzdürmü? Çiyələk mürəbbəsi dolabdadır. Burada çiyələkdir. Və deyir, onun yanında, burada, daha doğrusu çiyələk dolabdadır və 3 kiloqramlıq qabda varina da var yanında, mürəbbə də var burada. 3 kiloqramlıq da bildik ki, nədirsə buradadır. Əncir mürəbbəsi ən böyük qabdadır. Ən böyük qabdadırsa, əncir olur 10 kiloqramlıq. 10 kiloqram. Bizdən soruşur 10 kiloqramlıq olmağını nəyəsə. Yox, cavalın harda olduğunu soruşur. Tamam. Əncir 10 kiloqramlıqdadır. Çiyələk. Burada indi bir də ən kiçik qab stolun üstündədir. Deməli, ən kiçik qab stolun üstündədirsə, bu 1 kiloqram imiş. Albalı 1 kiloqramdır. Bax, 1 kiloqramlıq çıxır sıradan. 10 kiloqramlıq budur. Əncir burada ağır. Burada gəlir əncir stolun üstündədir 10 kiloqramlıq. Bura əncir düşürsə, bizə burada şərt qoymuşdu. İkisi deyirdi, stolun üstündədir ikisi. İkisi əgər buradadırsa, burada qalan nədir? Cavalı qalır da burada. Cavalı. Deməli, cavalı nəyə soruşurdu bizdən? Hardadır və hansı qabdadır? Deməli, əgər 10 kiloqramlıq əncirdirsə, düzdürmü? Ən yüngüldə stolun üstündədirsə, albalıdır da ən yüngül 1 kiloqramlıq. Ən yüngül
3 kiloqramlıq çiyələk deyirdi 3 kiloqramlığın yanındadır. Hələ cavalın 3 kiloqram olduğu burada bilinirdi də. Qabda və dolabda A variantı. Çəki matrisinə görə yönləndirilmiş qrafın A təpəsindən D təpəsinə gedən yolda ən qısa yolunu müəyyən edək. Yenə də başlayaq bunun qrafını çəkək. Əslində A-dan D-yə, baxın, A-dan D-yə, əslində mən bunu belə yazıram. Amma digər həll yolu ilə da sizə izah edəcəm. A-dan D-yə gəlmək üçün ən qısa yolu istəyir. Ən qısa nədir? D-Y yolu. Düzdürmü? D-Y yolu da burada ən qısa 4-dür. Burada 4-ü götürdüm ən qısa yolda. Amma indi ikinci şərtdə baxıram ki, D-dən D-Y yolunu demir də bizə. A-D yolu. Bir dəqiqə üzr istəyirəm. Mən burada yerin. Bax, bizə deyir ki, mən bu sualda A-D yolu. A-D yolunda A-nı D ilə. Ümumiyyətlə D, bax, D yoluyum nəyi ki A-la? Hamısı ilə kəsişməsinə baxıram. Birbaşa götürsəm 16-dır. Baxıram 16. 16 olmaya da bilər axı. Ona görə alternativ variant. Hamısını tapıb ən yaxşısı, ən gözəli, ən mükəmməli burada olanın hamısını tapıb içərisindən seçmək ən doğrusudur. 17 götürsəm, zaten bu 17 böyüdür. Deməli, mənim burada bir qalıb 5 variantım, bir qalıb 4 var. Ən qısa deyirsən, mən 4-ü götürürəm. Deməli, 7 yolun götürdüm. 7 oldu 4. Mənə AD deyir. AD. İndi mən YD-ni götürmüşəmsə, baxıram A-dan Y-yə yol var. A-dan Y-yə bəli. Buradan belə deyək də. A-dan Y-yə geçsə, Y-dən D-yə, burada olur 15. Bu 16 idi, bu 17 idi. İndi 5 üçün götürək. Əslində doğru cavab 15-dir. 15 ən qısa yoldur. Amma baxaq 5 variantına. Burada nə olur? B-dir. B-dir. B-dən də, B-də nədir? 5. Baxın 5. A-nı istəyir axı bizdən. B-dən də baxaq A-ya gəlsin. Bu yenə də 12-dir. Oldu 17. Amma məndən ən qısanı istəyir. Ona görə də ən qısa yolum olur 15. O da hansı yoldadır? A, Y, D yolunda olmuş olur. Yenə buranı təmizləyək. Yenə biraz ekranı aşağıya doğru sürüşdürək ki, digər suallarımızı tam rahat görək. Bilirəm, biraz video uzun çəkir, amma bu tiplər belədir. Vaxt alan suallardır. Darıxmayın. Az qalır. Turist A təpəsindən gedir, yol alır. Baxaq hara? Buradan qeyd edəcəm. A təpəsindən birbaşa C-yə və oradan da birbaşa D-yə. Buradan birbaşa D-yə. Diqqətli olaq. Və D məntəqəsindən də birbaşa B-yə. Oradan da birbaşa F-ə. Yəqin ki, görünür F. Məntəqəsi ilə gedir. F məntəqəsində birbaşa əlaqəsi olan Y, baxın, F-lə birbaşa əlaqəsi var Y təpəsinin məntəqəsindən, həmçinin Y-dən B-yə də yol var imiş və Y-dən C-yə də yol var, deyir burada. Y-dən C-yə də məntəqələr arasında yol var. Deməli, bizdən soruşur ki, bu sxemə uyğun olaraq turist F məntəqəsindən A məntəqəsinə neçə yolla qayıda bilər? Ümumi sxemimiz belədir. Birbaşa A, C, D, B, F yoluna gedir. F-dən sonra Y-yə əlaqə var. Y-dən B ilə, C ilə də əlaqəsi var. Belə bir şey soruşur bizdən. Və bizə deyir ki, F-dən A təpəsinə, baxın, F-dən A-ya neçə yolla gedə bilər? Biraz, haradasa, gəlin belə gedək. F-dən A-ya getmək üçün mütləq istənilən halda Y-dən keçməlidir. Və Y-dən keçib B ilə gedə bilər. Maksimal dərəcədə Y-dən əslində C-yə. Buna da baxarıq bir dənə. Deməli, F-dən keçirsə, deməli olur nə? F, Y, C, A. C, A yolu. Düzdürmü? F, Y, C, A yolu. Sonra davam edirik. F, Y, F, Y. Qalxa bura B-yə, D-yə,
Ardıcıl gedə bilər də. C-yə, A-ya. Gəldi bura. İşte bu təbii ki. Davam edək. F-dən gəlsə B-yə. B eyni qaydanla gedə bilər də. Yəni bu yol. Bax, bu yolu istiqamətli belə. F, B, D, C, A yolu. Düzdürmü? Sonra F, B, Y, C, A yolu. Bunu təkrar yazmadan. Yox. F, Y, B, F, B. Burada A yolu məncə bundan başqa qalmır. 2, 4. Məhsünə düşdü. 1, belə 1, 2, 3, 4 dənə. Bunun variantını vermişdim. Mən hələ ki 4 dənə görürəm. Ola bilər şərhlərə qeyd edərsiniz bunu. Burada 4 yol görürəm. Hələ ki bir dənə F, Y, B, D, C, A. F, B, D, C, A. F, B, Y, C, A. Bundan başqa olmamalıdır. 4. 4 yol. Doğru cavabımız 4 yol və burada da qeyd etdim. Statik model, dinamik model. Demişdik, statik nədir? Zamanla dəyişmir. Bunlar əslində zamandan asılı olaraq modellərin növüdür təsnif edəndə. Statik zamanla dəyişməyən modellər, dinamik isə dəyişənlərdir. Burada variant belədir. Birdə deyir ki, bir deyirəm, A variant. Kimyəvi birləşmənin formulu. Formul dəyişmir. H2O-da, məsələn, hansısa bir reaksiyalarda, nə bilim, onlar, yəni, belə deyək də, formulun ümumi qaydası, molekul atom göstəricisi, bu dəyişməyənə aiddir. Bu olur A. Dinamik modeldə video çəkiliş edən pilotsuz uçuş aparatı. Video çəkiliş edən pilotsuz uçuş aparatı. Çəkiliş edir. Aparat. Biraz bunu saxlayaq, qalsın. Boruda təzyiqin dəyişməsini hesablayan proqram. Yəni, bu dəyişir də boruda təzyiq. Dəyişəndir C. Gün ərzində nisbi rütubət təbii ki, bu da dinamika aiddir. Kitabın mündərəcatı dəyişmir. Yəni, mündərəcat əvvəldədir və verilir öncədən. Məncə, belə olacaq elə bu. A, Y, bu heç birinə aid deyil. Belə də qeyd edin. Davam edək son 3 açıq tipli suallar silsiləsindən olan, həll tələb edən daha doğrusu suallarımızla. Üzr istəyirəm. Burada nə istəyir bizdən? 30-la, 28-la 30-a birinci baxacaq, 29 aşağı çəkib oradan baxarıq. Çəkili qrafda bütün dövrələri müəyyən edərək uzunluqları ilə birlikdə ifadə edin. Yaxşı. Birinci qeyd edib biz üçün bura. A, B, C, A yolu 20. Və davam edək biz. Yaxşı. A, A, D, C, A yolu. A yolu. A, D, C, A yolu. Qiymətinə baxaq. AD 4, 7, 11, 11-in üstünə 11, 22. Bizdən istəyir ki, belə istəyir də qiymətləri ilə birgə. Biri bu. Buradan yazmalıyıq bunun həlli. Onlar da, yəni buradan da yaza bilərik. Yəni belə ox qoyun bura. Yəni bunun üçün yazmalısınız təbii ki. Davam edək. Y, C, D, Y yolu. Baxın. Y, C, D, Y yoluna baxın. Burada. Y, C, 3, 10. Bu da olur neçə? 18. Sonra hansı dövrələr var? Diqqətli olmaq lazımdır burada son dərəcə. Aha, əslində vərəqdə və ya kitabın üzərində yazılan bunu işarələyib sonra pozanla pozub təzdən yazmaq olur. Amma təbii ki, ekranda biraz həm çətindir, həm də ki, rəngli yazanda qarışır bir-birinə. A, B. Baxa, burada A, B. C-yə geçsəm, D-yə geçsəm A-ya qayıda bilərəm. A, B, C, D, A. Bunun dövrənin uzunluğuna baxaq. AB 4, 9, 16, bu da 4, 20. 20. A'dan C'ye geçirik. A'dan C'ye, C'den Y'ye, Y'den D'ye, A'ya bir de A'dan C'ye, C'den Y'ye, Y'den
D-yə. D-dən də aya gəlmək olur. Tamamilə doğrudur. Burada A-dan C-yə 11, 14, 14'ü 24, 24'ün üstüne 4, 26. Sonra A'dan B'ye, A'dan B'ye, B'den C'ye, Y'ye, B'ye, A'ya, A'dan B'ye, bir yere başlayalım. Yazın bunda A'dan B'ye yol var. C'ye, C'den yeniden Y'ye baxsam, Y'ye, Y'den D'ye A'ya qayıda bilərəm. Doğru. Yəqin ki, uzundur. Xeyr, uzun olmayacaq. A'dan B'ye 4, B'den C'ye 9, 9, 12, 20, 24. Bizdən nə istəyir burada? Bircə ifadə edin. İfadə olunacaq forma belədir. Bunu da bu formada bura yazsaz, təbii ki, çox yaxşı olar. 30-cu sualda A təpəsindən D təpəsinə hər təpədən ən çoxu bir dəfə keçməklə gedən bütün müxtəlif yolların ağac informasiya modeli. Əslində bu biraz deyil də, rahat tipdir. Nəyə görə? Deyir ki, A-dan D-yə. Əvvəlcə baxaq, A-dan ağac informasiya modeli dediyinə görə hardasa belə deyək də D nöqtəsinə. A-dan D-yə bir dənə deyil, düzdür? İndi mən A-dan B yolu ilə gedim. Baxın, B ilə. Düzdür? A-dan B-yə gəlsəm, A-dan B-yə gəlsəm, B-dən birbaşa D-yə gedə bilərəm. Düzdür? Və yaxud da C-yə gedib, C-dən D-yə gedə bilərəm. Düzdürmü? Bizdə nə deyil, model var. Sadəcə şəklini çəkəcək biz bunu. Bəli. A-dan C-yə getsəm, baxın, C. A-dan C-yə və A-dan C-yə. C-dən geçsəm B-yə, B-dən D-yə gedə bilərəm də. Və yaxud da C-dən birbaşa D-yə gedə bilərəmmi? Bunu buraya yazaq. Buradan B-yə getsəm nə baş verəcək? B-dən də D-yə getmiş olacaq. Bu da olur mənim ağacımın şəkli. Yəni, ağac informasiya. Yəni, nəticə etibarı ilə sonda hara gəlməliyəm? D təpəsinə. Ona görə də model bu cür olacaq. Davam edək növbəti sonuncu sual nümunəmizlə. 29-cu sual nümunəsi. Deyir, qonşuluq matrisinə görə qrafın informasiya modelini quraq. Bu da rahat sualdır məncə. Sadəcə, qonşuluq matrisinə görə qraf informasiya modelini. Yəni, qrafın quracaq. A-dan, yəni biraz A təpəsindən belə deyək. Bura 29 yazaq. Bu 28-in izahıdır. Bu da təbii ki, bircə saniyə qələmi götürək. Bu da 30-un. 29-da belədir. A-dan B-yə yol var. A-dan B-yə. B-dən, əslində belə gedək. A-dan sonra C-yə. Sonra da D-yə yol var. D-yə. B-dən A-ya var. B-dən Y-yə var. Y var bir dənə burada. Y. Bunlara qoya bilərik, əslində qeyri-yoxdur. İki başlıqdır deyə, biraz qarışıq düşür onu da şəkillər. Amma diqqət edin, burada iki istiqamətli ox olacaq. Şəkilləri bu formada çəkməyin. Həmişə ox qoyun. Qraf informasiya modelini qur deyirsə və bunlar nəyi göstərirdi? Yol var, yoxdur. Əks istiqamətə də yol var. Görürsünüz, A-dan B-yə var, B-dən də A-ya var. Bunlarda diqqət edək. Deməli, harada qaldıq? B-dən A-ya var, B-dən Y-yə var, B-dən F-ə var. B-dən birə də olsun, burada F nöqtəmiz. F-ə var. Bu hərflər çox səliqəsiz alınır. C təpəsindən A-ya var. Bax, bu da yenə iki istiqamətli olacaq. C-dən Y-yə var. C-dən Y-yə. A-dan C-yə də var idi. C-dən Y-yə, C-dən Y-yə, C-dən F-ə. C-dən F-ə də var imiş. Davam edirik. D təpəsindən A-ya var. Təbii ki, A-dan da D-yə də var idi. D-dən Y-yə var. D-dən Y-yə var. D-dən F-ə də var. D-dən F-ə də var. F-dən F4-ü E-dən var. E-dən A-ya yoxdur. B-yə var. C-yə var. D-yə var. Düzdür. F-dən B-yə var. C-yə, D-yə var.
Və bir dənə də C təpəsi var burada. Bu demişdik, heç bir təpə ilə əlaqəsi yoxdursa, bu olurdu nə? Yalqız təpə. Yalnız, yalqız, yalqız təpədir. Yəni burada sadəcə bizdən məncə görüntü istəyir. Yəni qrafın şəklini istəyir ki, bu formada qraf qurasınız. Dərs izahımız, əziz abituriyentlər, əziz müəllimlər, bu qədər sınaq izahı daha doğrusu. Növbəti sınaq, dördüncü sınağı izahı ilə davam edərik. Nələri başa düşməsəz və yaxud da hansı sualın izahında aydın olmasa sizə, mütləq şərhlərə qeyd edin. Çalışarıq onlarla bağlı hansısa bir dərsi möhkəmləndirici formada bir dərs videosu çəkək. Çox sağ olun, diqqətinizə görə minnətdaram. Növbəti sınavda görüşənədək.